bizim dərsimiz bu günləri dərsi izah eləyim, sonra keçək, verdiyim dünənləri suallarımıza. Bizim bu günləri dərsimiz sizə olur alkenlər, və alkadenlər. İkisini birdən verəcəm, üstəgəl də seçilmiş sualları ilə birgə. Yaxşı? İndi qulaq asın. Deyirik ki, alkenlərimiz. Alkenlərimiz bizim alifatik doymamış karbohidrogenlərimizə aiddir. Alifatik doymamış karbohidrogenlərimizə aiddir. Tərkiblərində bir pi rabitə var. Bir dənə pi rabitə var. Tərkiblərində bir dənə pi rabitə var deyə hidrogenin sayı 2 ədəd azalıb olubdur CH2N. Və N böyük bərabərdir 2-dən başlayır. Bu o deməkdir ki, tərkiblərində bir dənə 2 qat rabitə var deyə bir pi rabitə var. Karbonun sayı 2-dən başlayır deyə ilk nümayəndəsi C2H4, ikinci nümayəndəsi C3H6, üçüncü nümayəndəsi C4H8 və s. gedirik. Yəni N, 2N yerinə qoymaqla. Burada hidrogenin sayı 4, karbonun sayı 2-dir. Düzdür? Bunun adı olur etilen. C3H6'nın adı isə olur propilen. Deməli, uyğun alkanın adına A-nı götürürsən, ilen əlavə eləyirsən ya da N əlavə eləyirsən. Etilenin başqa adı etendir. Propilenin başqa adı propendir. Aydın oldu? Misal üçün C4H8 4 dənə karbon atomu olan alkanın adı butan idi. İndi onu alken kimi ifadə eləyəndə olacaq buten və yaxud da butilen. Yəni bu cür qoyacağıq. Bunlar olur bizim alkenlərimiz. Alkenlərimizin tərkibində dedik ki, bir dənə 2 qat rabitə var. Misal üçün deyək, gəlin penteni yazaq. Penteni yazanda necə yazacaqsınız? Yazacaqsınız ki, karbon atomları arasında 2 qat rabitə, ümumi də 5 dənə karbon atomu. Bu olur bizim pentenimiz. Pentenimizin ümumi formulu isə C5H12-dir. Tərkibində bir dənə 2 qat rabitəsi olanlar alkenlərdir çünki. Tarixi adlarına gəldikdə, tarixi adlarında biz ilen şəkilçisindən istifadə edirik. Beynəlxalq adlarında isə N şəkilçisindən istifadə edirik. Misal üçün propilen, etilen və s. Gəlin indi bunların adlandırılmasına baxaq, sonra izomerliyinə, alınmasına və s. bir-bir baxacağıq. Alkenlərin adlandırılmasında biz yenə 2 üsuldan istifadə edirik. Səmərəli adlandırılma və beynəlxalq adlandırılma. Səmərəli adlandırılmada etilenin törəməsi kimi baxılır. Yəni 2 qat rabitədəki karbon atomlarını işarələyirsiniz. Onlara birləşən radikalların adını deyib sonda etilen sözünü deyəcəksiniz. Yəni burada CH3, 2 dənə metil qrupu var. Sadəcə burada simmetrik və qeyri-simmetrik sözü var. Simmetrik və qeyri-simmetrik nədir? Əgər 2 qat rabitədəki karbon atomlarına hər iki tərəfdən eyni qədər radikal birləşibsə, qısaca karbon atomlarındakı 2 qat rabitədəki karbon atomlarındakı hidrogenlərin sayı bir-birinə bərabərdirsə, yəni ya CH ya da heç karbon yoxdursa, bunlar simmetrikdir. Hidrogenlərin sayı bərabər deyilsə, qeyri-simmetrikdir. Bunun asan yolu, simmetrik və qeyri-simmetriki müəyyən eləməyin asan yolu hidrogenin sayına görədir. Baxın, burada yazdığımda hidrogenin sayları bərabərdir. Hidrogenin sayları bərabərdir deyə bu simmetrikdir. Simmetrik dimetil etilendir. Amma hidrogenin sayları bərabər olmasa, misal üçün, baxın, bərabər deyil. Deməli, bu qeyri-simmetrikdir. Bunu işarələyirsiniz, etilendir. Nə birləşibdir? Yazırsınız qeyri-simmetrik, sim yazdım. Dimetil, çünki 2 dənə metil var. Etilen. Amma karbon hərəsinə 2 tərəfdən istəyir eyni olsun, istəyir müxtəlif olsun, fərqi yoxdur.
Uşaqlar elə bilir ki, eyni radikal birləşəndə simmetrikdir, müxtəlif radikal birləşəndə Onun qeyri-simmetrikdir. olsa Onun fərqi dimetil yoxdur. Biz burada sadəcə hidrogenin sayına baxırıq. Hidrogenlərin sayı 2 qat rabitədəki karbon atomlarında eynidirsə, bərabərdirsə simmetrikdir, bərabər deyilsə qeyri-simmetrikdir. Bu axırıncı yazdığımda da bərabərdir. Ona görə bu simmetrik sayılacaq. Simmetrik dimetil, dietil, etilen. Aydın oldu? Ay, yuxarıda niyə dimetil etilen yazdıq? Bəs C2H5 neylədik? Hadi olsun. Dimetil, etil, etilen. Hafizə. İndi onu yazmamışam da. Bildin? Anam, elə bilirəm, səhv də bəli. Yaxşı. Başa düşdünüz əsas. Mən qeyri-simmetrik, simmetrik aid eləməyi. Onu həmişə çaşır uşaqlar çünki. Sonra gəlirik beynəlxalq adlandırılmağa. Beynəlxalq adlandırmada isə eynən alkanlarda olduğu kimidir. Tək fərqi nədir? İkiqat rabitədəki karbon atomlarının, ikiqat rabitədəki ikiqat rabitənin olduğu ən uzun karbon zəncirini seçirik və seçdiyimiz ən uzun karbon zəncirini ikiqat rabitə və şaxələnmə yaxın olan tərəfdən nömrələyirik. Sonra ardında eynən alkanlardakı kimi adlandırırıq. Gəlin indi baxaq. Baxın. Gəlin bunu adlandıraq. Burada ən uzun zənciri seçməliyik. Fikirləşirəm ki, ən uzun zəncir elə düzü nədir? Sadəcə burada ikiqat rabitə yaxın olan tərəfdən və şaxələnmə yaxın olan tərəfdən adlandırırıq. Görürəm ki, 1, 2, 3, 4, 5, 6. Baxın, ikiqat rabitə bu tərəfdən 3-ə düşür. O biri tərəfdən də saysam yenə 3-ə düşəcək. 1, 2, 3, 4, 5, 6. Yenə 3-ə düşür. Radikal da hansı tərəfdən saysam 3-ə düşür. Düzdür? İndi sualım budur. Bəs mən bunu hansı tərəfdən nömrələyəcəm? Soldan sağa gedəcəm, sağdan sola gedəcəm. Necə müəyyən edəcəksiniz? Baxın. Radikalın çıxmağına görə. Radikalın çıxması hər ikisində 3-dən çıxır. Fikir ver, hər ikisində sağdan da 3-dədir, soldan da 3-dədir. Elə ki, radikalın nömrəsində kiçik düşməlidir, yəni kiçik. Bax, sağdan eyni şey olacaq da, fikirləş. Sağdan da adlandıranda 3 4-dür, soldan da adlandıranda 3 4-dür. Belə 3 etil 4 metil olur. Bu birisində də 3 etil 4 metil elə deyirəm. Hə, indi hansı olmalıdır? Kiçik düşməlidir. 3 etil 4 metil. 3 etil 4 metil radikal. Deyənin əksi. Deyirik ki, kiçik radikal yaxın olan tərəfdən nömrələməliyik. Yəni CH3 yaxın olan tərəfdən nömrələməliyik. Etil radikalı yox. Bildiniz? Bu cür situasiyanı özüm bayaqdan ona görə belə fikirləşə qururdum ki, tip sual, yəni düzdür, indiyə qədər belə görməmişəm, amma düşə bilər də. Deməli biz nə etməliyik? İkiqat rabitə yaxın olan tərəfdən. İkiqat rabitə hər iki tərəfdən eynidirsə, şaxələnmə yaxın olan tərəfdən, şaxələnmə də hər iki tərəfdə eynidirsə, kiçik radikal tərəfdən. Orada kiçik radikal yox, eyni radikal olsaydı fərqi yox idi da. Yəni hər ikisi CH3 olsaydı fərqi yox idi. Hardan nömrələyirsən nömrələ. Aydın oldu? Hə, elə. Bu da oldu sizin alkenlərinizin adlandırılması. Bir də uzun-uzadı bunun üzərində işləmirəm. Davamına da özünüz baxarsınız. Onsuz da bir dəfə keçmirsiniz, ikinci dəfə keçirsiniz. Yenə də o alkenlərin o video izahını da ataram. İndi keçirik davamına, izomerliyinə. Alkenlərimizdə izomerlik sıra nömrəsi 4-dən başlayır. Həm quruluş izomerliyi olur, həm də ki, sıra nömrəsi 4 olanda sadəcə vəziyyət izomerliyidir. 4-dən sonrasındakılarda isə quruluş izomerliyi də olur. Bir dənə yazaq. Yox, üzrü sayın. Elə 4-dən həm quruluş var, həm vəziyyət var. Necə? 4 dənə karbon atomunu yazırıq. Baxın, bunun adı olur buten 1. Niyə? Çünki ikiqat rabitə birinci karbon atomundadır.
Düzdür. Amma bunun adı olur buten 2. Çünki 2 qat rabiti 2-ci karbon atomundadır. Düzdür. Bir də var, bununla quruluş izomerini göstərirəm. Quruluş izomeri də nədir? Bax, buradakı karbon atomu var ya axırıncı, onu gətirirsən bu ortadakına. Olur onda belə. 2 metil propen. Ən yuxarıdakı ilə aşağıdakı quruluş izomeridir. 2 qat rabitənin yerinə görə isə vəziyyət izomerliyimiz yaranır. Aydın oldu? Biz Hə, deyirdik bu ki, quruluşda amma tepkinin yerinə görə olan şeydə vəziyyətdə nə? bəli. İndi bax, biz deyirdik ki, butanın 2 dənə izomeri var. Butan, izobutan. Onda butenin neçə izomeri var? 3 dənə izomeri var. Düzdür? Buten 1, buten 2, 2 metil propen, 2 metil propen. Aydın oldu? Hə. Quruluş izomerliyi, vəziyyət izomerliyi budur. İndi keçirik çoxlarının qarışdırdığı hansı izomerliyə? Həndəsi, cis trans izomerliyinə. Hər kəsin qarışdırdığı. Uşaqlar, baxın. Cis trans izomerliyini indi burada deyirəm. Sonra gedirik Markovnikov qaydasındakı qayda ilə qarışdırırsınız. Qarışdırmayın. Beyninizə salın ki, cis və trans izomerliyində 2 qat rabitədəki karbon atomlarına baxmalısınız. 2 qat rabitədəki karbon atomlarında eyni radikal ola bilməz. Yəni misal üçün. Baxın, bura bir hidrogen qoyum, bura bir CH3 qoyum, bura bir CH3 qoyum. Əvvəlcə cis transın nə olduğunu başa salım, sonra davamlı misallar deyəcəm. Bu olur, butendir də bu. Baxın, müstəvi kimi buradan xətt keçirsəm, görürəm ki, hidrogenlər eyni tərəfdədir. CH3-lər də eyni tərəfdədir. Hidrogenlər eyni tərəfdə, CH3-lər də eyni tərəfdə olarsa, bu adlanır cis izomer. Amma hidrogen ilə CH3-ün yerini dəyişsəm uşaqlar, olacaq trans izomer. Aydın oldu? Cis izomer, trans izomer. İndi əsas məsələ nədir? Bunu müəyyən eləmək asandır. Cis ilə transı yazmaq, yəni. Maddə verəcəksə, deyəcək cis izomerliyi var, trans izomerliyi var. Cis trans izomerliyi var ya yoxdur? Bu o çətindir. Uşaqlar qarışdırır. Yadınızda saxlayın. 2 qat rabitədə CH2 varsa, burada heç bir sürəcə, yəni heç bir vaxt olmayacaq cis və trans izomerlik. Çünki buradakı karbon atomunda 2 dənə eyni radikal, 2 dənə hidrogen birləşibdir. Həmişə gözünüz ilk öncə CH2-ni gəzsin. 2 qat rabitədəki karbon atomunda CH2 varsa, bax, xüsusi qaydadır, yadda saxlayın, əzbərləyin. Ayın 12-sinə qədər yadda saxlayın, 12-sindən sonra yaddan çıxardarsınız. 12-si günü 13-ü yaddan çıxarda bilərsiniz. Amma 12-si axşam saat 12 daxil olmaqla yadda saxlayın. Deyirik ki, CH2-dirsə, cis və trans izomerlik yoxdur. Çünki eyni radikaldır. Aydın oldu? Demirəm ha, bütün maddənin tərkibində var. Gedib indi bütün maddəyə baxarsınız. 2 qat rabitəyə baxırsınız siz təkcə. 2 qat rabitədəki karbon atomlarına baxırsınız. Baxın bunlara. 2 qat rabitəyə. Niyə bu yazmadı? Bura. Bildin? Tovik bildin? Bəli. Aferin. Ona baxırıq ki, eynidirsə cis və trans izomerlik var, eyni deyilsə cis və trans izomerlik yoxdur. O 5-i salacam Rəqsanə gözbə. Sil onu. Müəllimə, o CH2-ni anlamadım hemen tam olaraq. Bax, CH2 2 qat rabitədə varsa bəsdir. Orada cis və trans izomerlik yoxdur. 2 qat rabitədəki karbon atomunda CH2 varsa, orada cis və trans izomerlik yoxdur. Və yaxud da bunu belə də deyə bilərik ki, 2 qat rabitə 1-ci karbon atomundadırsa, orada 2 qat rabitə cis və trans izomerlik yoxdur. 2 qat rabitə 1 olanlar, yəni 1-ci karbon atomunda olanların heç birində cis və trans izomerlik yoxdur bəsdir. Bildin? Bəli, bildim. Aferin. Belə də yadda saxlaya bilərsiniz. İstənilən cür yadda saxlaya bilərsiniz. CH2 kimi də yadda saxlayın.
Birinci karbon atomunda olmağı da yadda saxlayın ki, yoxdur. Ona görə deyirik ki, buten 1-də yoxdur. Çünki buten 1-də CH2 2 qat rabitə CH, CH2, CH3-dür. Amma ortada olarsa var. Çünki CH3, CH, 2 qat rabitə CH, CH3. Aydın oldu? Yəni o sis transizomerliyi necə olur onda? Hidrogenlər yuxarı, CH3-lər Dərslər aşağı olanda sisdir. Hidrogenlə CH3-ün yerin birini dəyişsən transdır. Bildin? Bəli. Bu da oldu sizin sis və trans izomerliyiniz. Bir də nədir məsələ? Baxın, 2 qat rabitədəki karbon atomuna 2 dənə CH3 radikalı da birləşdirsəz, burada sis və trans izomerliyi yoxdur. Çünki eyni radikaldır. Bir də sizi çaşdıran nədir uşaqlar? Baxın, birini verir hidrogen, birini verir CH3, birini verir hidrogen, birini verir CH5. Burada sis və trans izomerlik var. Uşaqlar fikirləşir ki, bu tərəfi hidrogenlər eynidir. Amma bu biri tərəfdə biri CH5-dir, biri CH3-dür. Burada sis və trans izomerlik yoxdur. Uşaqlar var. Burada hidrogenlərin vəziyyətinə görə müəyyən edirsiniz. Hidrogenlər eyni tərəfdədirsə sisdir, müxtəlif tərəfdədirsə transdır. Lap belə, burada belə də ola bilərdi. CH3-lər, biri CH5, biri hidrogen, o da ola bilərdi. Əsas odur ki, nəticə etibarilə sis və trans izomerliyin məqsədi budur ki, 2 qat rabitədəki karbon atomlarında eyni radikal olmasın. Amma ayrı-ayrılıqda hər ikisində, yəni hər ikisində birləşən radikalların biri eyni olsun da. Yəni bu karbon atomunda hidrogen varsa, bu birində də hidrogen olsun. Aşağıdakılar fərqli ola bilər. Eyni də ola bilərlər, fərqli də ola bilərlər. Amma ən azı o 2 dənə var, yuxarıdakılar. Onlar eyni olmalıdır ki, orada izomerliyə gəlsin. Aydın oldu. Yəni mən misal üçün 2 qat rabitə götürüm. Birinə CH3 birləşdirim, birinə hidrogen, birinə C2H5, birinə də nə bilim C3H7. Burada sis və trans izomerlik yoxdur. Çünki heç biri eyni deyil. Necə olsun? Fırla yerlərini eyni deyillər axı. Aydın oldu nə deyirəm? Bəli. Bu da oldu sizin sis və trans izomerliyiniz. Ümid edirəm ki, bir də heç vaxt Aşağıdakında yox idi. deyirəm ki, bu karbon atomlarına birləşdirən radikalların heç biri eyni olmazsa, orada da sis trans izomerlik olmaz. Ən azı ikisi eyni olmalıdır bir-birlərində. Çünki bax, misal üçün 2 qat rabitədir. Bura hidrogeni verdim, bura CH3-ü verdim. Bura C2H5-i verdim, bura isə C3H7-ni verdim. Fırla bunları yerlərini. Eyni olmayandan sonra necə sis və trans izomerlik əmələ gələcək? Gəlməyəcək. Bəli. Aydın oldu? Bunları Bəli. vaxtı ikəndə mən bunları izah eləmişəm. Vallahi eləmişəm dərs izah eləyəndə. Demişəm də, test üzərində də demişəm. İndi elə belə reaksiya verirsiniz, elə bir müəllimə birinci dəfədir deyir. Yaxşı. Bu dəfə prosta bütün duyğu üzvləriniz açılıbdı deyə hər şeyə qulaq asırsınız. Birinci imtahana qədər hələ tam açılmamışdı Hafizə ilə Rəqsanədə. Deməli, bunları bildiniz. Sonra bunları da qoyduq bir tərəfə. Alkenlərimizin izomerliyimiz də bitdi. Düzdür. İndi keçirik alkenlərimizin fiziki xassələrini deyək, sonra keçək kimyəvi xassələrinə. Ümumiyyətlə karbonun sayı 4 olan bütün karbohidrogenlərimiz qaz halındadır. 4-dən sonra isə başlayır mayelərimiz. Yəni C2H4, C3H6 bunlar qaz halındadır. Sonrası isə mayedir. Formul üzərində hesablamaları da deyək, sonra keçək. Alkenlərin ümumi formulu dedik ki, CnH2n-dir. O 2 qat rabitədəki karbon atomları sp2-dir. Qalanları hamısı sp3-dür. Düzdür. Mən sizə desəm ki, alkenlərdə nə qədər hibrid orbitalı var? Deyirsiniz ki, 4n-2. Çünki piramiddə 2 dənədir. Karbonun sayını vurursunuz 4-ə, çıxırsınız 2-nə. Hibrid orbitalı da bu. Qeyri-hibrid orbitalı deyəndə isə hidrogenin sayının üstünə 2pi gəlir sizdə. Olur 2n+2. Sigma rabitə karbon-karbon arası yenə n-1-dir. Karbon-hidrogen arası 2n-dir. Ümumi sigma rabitə deyəndə bunlarda toplu yun atomların sayını çıxır 1.
Yəni 3n-1-dir. Bunlarda əsas məsələ nədir? Bütün alkenlərdə alken görürsənsə, bil ki, 6 dənə sp2 hibrid orbitalı var. İndi sizə sual verilsə ki, nə qədər sp3 hibrid orbitalı var? Ən asan yolu, ümumi hibrid orbitalının düsturu nədir? 4n-2-dir, düzdür? Ondan çıxın bu 6 dənə sp2-ni. Olur 4n-8 sp3 hibrid orbitalı. Aydın oldu? Amma hamısında 6 dənə sp2 var. Bildiniz? Bəli, müəllimə. Bu da getdi. Gəlirik indi alınması kimyəvi xassələrə. Alken alkadiyeni 1 verəcəm. Benzolla da alkeni 1 verəcəm. Sonra keçəcəm davamlarına. Ona görə diqqətlə işləyin. Üzvü kimyanı tez tutaraq tez bazar. Çünki sabah da dərsimiz var da. Sabaha yazacaqsınız bunu. Yəqin ki bilirsiniz. Amma sabah axşam eləyəsiniz. Axşama yazarsınız. Sabah 6-cı gündür. Bəli, 6-cı gündür. Sabah axşama yazmayın. Saat 7-yə, 8-ə danışarıq vaxtı. Yaxşı? Deyərəm. Şurada danışarıq indi burada. Eləməyək. Çünki sabah o bir qrupunda var imiş. Yadıma indi düşdü. Deməli, bunları dedik. Gəlirik indi alkenlərin sənayedə alınmasına, alkenlərin laboratoriyada alınmasına və kimyəvi xassələrinə. Deyirik ki, alkenləri biz sənayedə necə alırıq? Sənayedə metanın dehidrogenləşməsindən ala bilərik. Biz alkan dərsindən bilirik ki, metanımız 550-600 dərəcədə parçalananda bizə verir C2H4-ü və hidrogen qazı. Bu etilenin alınması reaksiyasıdır. Və yaxud da C2H6-nın 550-600 dərəcədə dehidrogenləşməsindən C2H4-dən hidrogen ala bilərik. Sonra deyirik ki, alkanların breakingindən. Bu alkanların da alınma üsuludur, alkanların da alınma üsuludur. Misal üçün C18H38-in parçalanmasından alınır C9H18 və C9H20. C9H20 alkandır, C9H18 isə alkendir. Aydın oldu? Bunları da dedikdən sonra uşaqlar gəlirik nəyə? Laboratoriyada alınma üsullarına. Laboratoriyada alınma üsulları alkenlər alınır spirtlərin dehidratlaşmasından. Yəni misal üçün C2H5OH deyildi. C2H5OH-ın dehidratlaşmasından alınacaq C2H4 və su. Mola-mol gedən reaksiyadır. 1 mol C2H5OH-dan alınır 1 mol C2H4 və sulfat turşusu iştirakında temperaturda 140 dərəcədən böyük olmalıdır. Və indi burada deyirəm ki, 140 dərəcədən böyük olmalıdır. Testdə yazır 160 dərəcə, 180 dərəcə. Uşaq oturur fikirləşir ki, biz bunu bilmirik axı. Niyə bilmirsiniz? 140 dərəcədən böyük demişəm də onsuz. 140 dərəcədən böyük 160 da, 180 də 140 dərəcədən böyük. Aydın oldu? İndi gəlirik əsas məsələyə. Baxın. Bunu dehidratlaşdıranda uşaq fikirləşir ki, mən bunu dehidratlaşdırım, okey. Bəs bu 2 qat rabitə hara gələcək? 2 qat rabitə yadınızda saxlayın ki, hidrogeni az olan tərəfə gələr. Görürəm ki, bu OH dehidratlaşanda karbonlar arasında 2 qat rabitə yaranacaq. Hansı tərəfə yaranacaq? Baxın bu arıya 2 qat rabitə gələcək. Aydın oldu? Mənim o 2 qat rabitə hidrogeni az olan yerə gəlir dediniz. Bəli, bəli. Buradan alınır CH3, C 2 qat rabitə gəlməlidir. CH, CH, CH3. Aydın oldu? Burada hidrogen yoxdur. Var. Bir tək spirtdə idi. Qoy bir dənə bunu silim. Beynim qarışdı. Burada hidrogendir. Formul səhv qurmuşam. Bu OH-ın birləşdiyi karbon atomuna baxırsınız Rəqsanə. Sağına, soluna baxırsınız. Sağına baxanda görürəm ki, sağdakında 3 dənə hidrogen var. Soldakında 2 dənə hidrogen var. Sağdakında 2 dənə var. 2 dənə var deyə çevirirsiniz onun tərəf. Yəni 2 qat rabitə olar arası. Aydın oldu? Az olan tərəfə gelir. Bildiniz? Bəli, müəllim. Sonra keçirik davamına.
Yazın görüm bu ay Cəfərin dərsləri. Aha. Bu da oldu bizim spirtlərdən alkenlərimizin laboratoriyada alınma reaksiyası. Gəlirik ikinci üsulumuz nədir? Alkanların monohalogenli törəmələrinə qələvinin spirtdə məhlulu ilə təsir etməklə. Yəni necə? Misal üçün CH3, CH2, xlor alkanların monohalogenli törəməsidir. Buna natrium OH-ın spirtdə məhlulu ilə təsir eləsən, bir dənə pi rabitə yaradacaq. Alınacaq CH2, CH2 və natrium xlor və su. Aydın oldu? Bəli. Və yaxud da nə bilim bir dənə alkan götürün, bura xlor birləşdirin. Buna natrium OH-ın spirtdə məhlulu təsir eləyəndə xlor atomu qopur və yenə əsas məsələ odur ki, xlor atomu da qopanda iki qat rabitə hidrogen az olan tərəfə gedir həmişə. Aydın oldu? Yəni misal üçün, yenə burada elə bir şey verim ki, orada hidrogen azlığı, çoxluğu olsun. Və ki, burada xlor. Bura natrium OH-ın spirtdə məhlulu ilə təsir edəndə qızlar, xlordan qopan o təkqat rabitə, pi rabitə mənə gətirəcək o CH2 ilə CH arasında gəlir. Bildiniz? Hidrogeni az olan tərəfə. Bu da oldu alkenlərin alınma üsullarından bir tanesi. Keçirik indi ikinciyə. Alkanların bu dəfə dihalogenli törəmələrinə maqnezium və yaxud da sink və yaxud da natrium metalı təsir etməklə alırıq. Dihalogenli olmalıdır. Yəni karbon atomlarına 2 dənə halogen atomu birləşməlidir və həmin halogen atomları yan-yana olmalıdır. Bura natriumla da təsir eləsəniz, sinklə də, maqneziumla da. Bu yan-yana olan xlor atomları yoxdur. Onların arasında 2 qat rabitə gələcək. Yəni bu cür. Aydın oldu bu da. Bunu da bildinizsə, keçirik kimyəvi xassələrinə. Kimyəvi xassələrinə gəldikdə, alkenlərimiz birləşmə reaksiyasına daxil olur, bromlu suyu rəngsizləşdirir və yadınızda saxlayın, test topunda sualları görəcəksiniz. Bromlu suyu rəngsizləşdirmək adi şəraitdə gedir. Amma hidrogenləşmə katalizator iştirakında gedir. Platin, nikel katalizatoru iştirakında gedir. Misal üçün, CH4-ün üzərinə bir dənə pi rabitələri var deyə 1 mol hidrogen birləşdirirlər, 1 mol brom birləşdirirlər, 1 mol H brom birləşdirirlər, H xlor birləşdirirlər, 1 mol su birləşdirirlər ki, bunları bilin. Bir pi rabitə var, bir pi rabitələri var deyə elə 1 molda birləşdirirlər. Daha sonra dedik ki, bromlu suda da 1 mol birləşdirirlər. Burada əsas Markovnikov qaydasını bilməlisiniz. Markovnikov qaydasına görə karbon atomlarında, 2 qat rabitədəki karbon atomlarında hidrogen fərqli olmalıdır. Eyni olarsa, onlar Markovnikov qaydasına görə getmir. Bunlarda fərqli olmalıdır deyə yadınızda saxlayın. Markovnikov qaydasına uyğun gələnlər cis və trans izomer əmələ gətirməyənlərdir. Burada baxın, bu maddənin cis və trans izomeri yoxdur, CH2-si var. Bunun üzərinə mən H xloru gələndə hidrogen gedir CH2-si çox olana, xlor gəlir CH-ı, hidrogeni az olana. Və nəticə etibarilə alınır CH3, CH xlor, CH3. HOH da olsaydı elə idi. Hidrogen gedəcəkdi çox olana, OH gələcəkdi az olana və nəticədə bizim ikili spirtimiz alınasıydı alkenlərimizdən. Bu olur bizim Markovnikov qaydamız. Hidrogeni çox olana, OH-ı az olana. Bir də Markovnikov qaydası deyirik ya, o ion mexanizmidir. Sizə sual düşür ki, ion mexanizmi ilə olanı göstərin, çaşıb qalırsınız. Markovnikov qaydası ion mexanizminə əsasən gedir. Bunları da dedik. Gəlirik daha sonra oksidləşmə reaksiyalarına, yəni yanma reaksiyalarına. Yanma reaksiyaları bütün alkanlarda olduğu kimi alkenlərin də yanmasından karbon qazı və su əmələ gəlir. Oksidləşməsindən isə 2 atomlu spirtlər əmələ gəlir. Biz bunu CH4 misalında yazaq. CH2, 2 qat rabitə CH2 oksidləşdirəndə kalium permanganat iştirakında. Buradan biz alasıyıq nə? 2 atomlu spirt, yəni 2 qat rabitəsi olan karbon atomlarına OH-ı birləşdirəsiyik.
alacağıq barium OH və mangan O3. Yəni qısaca 2 atomlu spirt. Ay birinci qruplar sizə sual düşür ki, bu alkenin kalium permanganat ilə oksidləşməsindən nə alınır? Bilməlisiniz ki, 2 qat ravirdəki karbon atomlarını OH birləşdirəcəksiniz. Misal üçün ən çox propeni verir. Propendən deyir ki, nə alınır? Nə alınır deyirsə, kalium permanganat iştirakında da 2 qat ravirdəki karbon atomlarına birləşdirirsiniz OH-ları. Və bu da olur bizim 2 atomlu spirtimiz. Aydın oldu uşaqlar? Ardıca isə deyirik ki, alkenlərimiz gümüş katalizatoru iştirakında oksidləşir və epoksid əmələ gətirir. Yəni, misal üçün etilendir, oksidləşdiririk. Oksidləşdirəndə əmələ gələcək buradan epoksidimiz. Oksigen iştirakındadır. O2-ni də yazım. 100-150 dərəcədə gümüş katalizatoru iştirakında əmələ gətirir epoksidimizi, yəni etilen oksidi. Əmələ gələn etilen oksidin də üzərinə suyu gəldikdə alacağıq etilen qlikol 2 atomlu spirti. Bunları da dedik. Polimerləşmə reaksiyalarında bütün alkenlərimiz polimerləşmə